Nurəddin Hüseynov, sizə səslənirəm. Sizin də balalarınız var. Siz də ki, ailə sahibisiz. Xahiş edirəm sizdən işi ədalətli qərar çıxartıb cinayətkarı cəzasına çatdırasınız. Yəni bu işin arxasında çox böyük bəzi insanlar gizlənib, restoran müdürü gizlənib orada, onun arxasında pulum var, bu pul söhbəti gedir. Xahiş edirəm, bu cinayətkar tutulmalıdır. Haqsızlıq ləğv olunmalıdır, ədalət bərpa olunmalıdır. Sizdən xahiş edirəm. 44 günlük Vətən müharibəsi qazisinin bir il öncə faciəli şəkildə həlak olmasından sonra günahkarın cəzasız qalması iddiası əsasında uzanan məhkəmə prosesi yeni mərhələyə qədəm qoyur. Quba sakini Quliyev Faiq kanalımıza müraciət edərək 11 mart 2026-cı ildə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində işə yenidən baxılacağını qeyd edir. Xatırladaq ki, Quliyev Faiqin sözlərinə görə oğlunun ölümünə səbəb içkili vəziyyətdə avtomobil idarə edən Sərkərov Samir adlı şəxsdir və o kimlərəsə güvənərək pul qarşılığında hələ də cəzasız qalıb azadlıqda gəzir. Öncəki məhkəmə proseslərindən narazı qalan ata iddia edir ki, sözgedən məhkəmədə rüşvət qanunlardan üstün hesab edildiyindən problem öz həllini tapmır. Sabahki məhkəmədə işə yeni hakimin Nurəddin Hüseynovun baxacağını bildirən ata ədalətli qərar çıxarılacağına ümid edir. Qeyd edək ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin sədri Rəşad Əliyevdir. Quliyevlərin işində isə hakim Nurəddin Hüseynov, prokuror Məmmədov Samirdir. Ümid edirik ki, bir ildən çoxdur ki, uzanan problemli məsələdə qanun öz sözünü deyəcək, haqq ədalət öz yerini tapacaq. Mövzu diqqətimizdədir. Mən əziz xalqım sizi salamlayıram. Mən bundan qabaqki videolarımda da ki sizə yayımlamışdım. Mən Quliyev Faiq Teymuroğlu, mənim oğlum Quliyev Teymur Faiqoğlu. Mən bunu hər halda, hər dəqiqə hallamaq istəyirəm. Oğlum 44 günlük müharibədə xüsusi təyinatların böyük şücaətlər göstərmişdi. Erməniyə qarşı, ermənilərə qarşı bir neçə medallar dövlət prezidentimizin tərəfindən oğluma təltif olunmuşdu. Mən bunu demək istəyirəm ki, mənim əziz xalqım, 2024 6 dekabrda oğlum evə gələrkən Sərkərov Samir tərəfindən sərxoş, inləşəli halda oğlumu gəlib piyan vəziyyətdə vurar, oğlumu aparıb oğlum 3 gündən sonra oğlum həlak olmuşdur. Deməli, il yarımdır məhkəmə gedir, indi məhkəmə prosesi tezdən dəyişilib. Bugünkü gündə məhkəmənin sədri Rəşad Əliyev, indi işə təzə hakimlər baxır. Deməli, təzə hakim Nurəddin Hüseynov hakimimiz, təzə işə çıxan hakimimiz. Hələlik bir məhkəmədə mən onun ədalətinə inanıram. Xahiş edirəm sizdən, dövlətimdən, dövlət orqanlarından, yüksək vəzifəli məmurlardan bu işə ədalətli baxılsın və cinayətkar tutulsun, cəzasına çatılsın. Yəni bu işin arxasında çox böyük bəzi insanlar gizlənib, restoran müdürü gizlənib orada, onun arxasında pulum var, bu pul söhbəti gedir. Əgər bu dövlətdə pul keçirsə, mən onu qoymayacağam. Mən bugünkü gündə xalqıma səslənirəm, ölkəmin prezidentinə səslənirəm, qanunuma səslənirəm, işi aparan məhkəmə səslərinə səslənirəm. Nurəddin Hüseynov, sizə səslənirəm. Sizin də balalarınız var. Siz də ki, ailə sahibisiz. Xahiş edirəm sizdən işi ədalətli qərar çıxartıb cinayətkarı cəzasına çatdırasınız. Çox sağ olun diqqətinizə görə minnətdarım. Mənim xalqım sizdən dönə-dönə xahiş edirəm, bu işi izləyirsiniz. Mən Azərbaycan qazilərindən, şəhid analarından özümə dəstək gözləyirəm. Xahiş edirəm, bu cinayətkar tutulmalıdır. Haqsızlıq ləğv olunmalıdır, ədalət bərpa olunmalıdır. Sizdən xahiş edirəm.